Diş həkimliyini qutardım, amma gördüm ki, mən bunu sevmirəm də, mən diş həkimi ola bilmərəm mən. Ona görə də daha da inkişaf elətdirib üst çənə cərrahiyyəsinə getdim, qutardım və cərrah kimi formalaşdım və gördüm ki, mənim yerim buradaymış. Bəli, stomatologiyanı bilməlisən, sonra üst çənə cərrahiyyəsini öyrənməlisən ki, üst çənə cərrahiyyəsinin bir hissəsi dişlə bağlıdır. Dişin fəsadları da üst çənə cərrahiyyəsində. Diş haqqında məlumatı olmayan bir adam üst çənə cərrahı kimi necə yardım göstərə bilər? Göstərəcək yardımı. Amma səbəbi aradan qaldırmadığına görə fəsadlar olacaq mütləq. Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Cavanlıq illərimizə getdik. Düzü, mən uşaqlıqda riyaziyyatı daha çox sevirdim deyə inşaatçı olmaq istəyirdim. Amma birdən-birə fikrimi dəyişdim və dedim, yox, mən həkim olacam. Düzdür, valideynlərim də həkimdir, ailədə də hamı həkimdir. Ona görə də həkimliyi seçdim və həkimliyi sevdim. Elə-belə sevmədim. Deyir, o rüyalarımda gördüm. Yəni, o cür sevdim. Düzdür, əvvəlcə diş həkimliyini oxudum. Diş həkimliyini qutardım, amma gördüm ki, mən bunu sevmirəm də. Mən diş həkimi ola bilmərəm mən. Ona görə də daha da inkişaf elətdirib üst çənə cərrahiyyəsinə getdim, qutardım və cərrah kimi formalaşdım və gördüm ki, mənim yerim buradaymış. Mən diş həkimliyində deyilmişəm. Yanlış olub. Amma o dövrdə də üst çənə cərrahiyyəsi olması üçün mütləq o yolu getməliydik. Yəni, stomatologiyanı qutarmalıydın, sonra üst çənə cərrahiyyəsini qutarmalıydı. İndi bəzən yanlışlıq olaraq deyirlər ki, üst çənə cərrahiyyəsi üçün müalicə fakültəsindən gəlinməlidir. Düzdür, bəzi ölkələrdə elədir, müalicə fakültəsindən gəlirlər. Amma müalicə fakültəsindən gələndə də üst çənə cərrahıdır, amma dişdən məlumatı yoxdur. O yarı yolda axsıyır. Bəzi şeylərdə çətinlik çəkir, məsləhətlər axtarırlar. Ona görə də elə o köhnə sistem yaxşı sistem idi ki, bəli, stomatologiyanı bilməlisən, sonra üst çənə cərrahiyyəsini öyrənməlisən ki, üst çənə cərrahiyyəsinin bir hissəsi dişlə bağlıdır. Dişin fəsadları da üst çənə cərrahiyyəsində. Diş haqqında məlumatı olmayan bir adam üst çənə cərrahı kimi necə yardım göstərə bilər? Göstərəcək yardımı. Amma səbəbi aradan qaldırmadığına görə fəsadlar olacaq mütləq. Bax, ona görə də həkimliyə qaydaq, biraz mövzudan yayındıq. Həkimlik mənim arzuladığım bir peşə idi və ondan da fəxr eləyirəm. Nə qədər yorulsam da, nə qədər bu günləri həkimlərə baskı da olsa, mənəvi cəhətdən baskı olsa da belə, mən həkimliklə fəxr eləyirəm və cavanlara da tövsiyə eləyirəm ki, əgər sevirsinizsə gedin. Ümumiyyətlə, peşəni sevdiyiniz peşənin dalınca gedin. Sevmədiyiniz peşə ilə məşğul olmayın. Özdə bəziləri maddiyyatın dalınca qaçırlar. Amma inandırım sizə ki, əgər siz sənətinizi sevəcəksinizsə, istənilən sahədə adicə bir fəhlə kimi işləyirsinizsə, orada da belə. Əgər sənətinizi sevəcəksinizsə, siz orada maddiyyatınızı yaxşılaşdıra bilərsiniz və onun yolları var. Hal-hazırda bu günləri sosial şəbəkələr onu sübut elədi ki, bizim adicə idman müəllimimiz, idman müəlliminə barmaq arası baxırdıq ki, idman müəllimidir də dolana bilmir, çətinliklə çəkir. Amma görürsünüz, elə idman müəllimləri var ki, hal-hazırda sosial şəbəkədə necə yüksək trendə çıxdı və bu günləri çoxlarından daha çox maddi vəziyyəti yaxşıdır. Bu o deməkdir ki, sənətin pisi yaxşısı yoxdur. Əsas odur ki, sənətini sevəsən, zövq alasan, onu professional eləyəsən və ondan qazana biləsən, onun yolunu tapa biləsən. Ona görə də cavanlarımıza arzu edirəm ki, istəyir həkimlik olsun, istəyir hansı sahə olur olsun, istəyir müəllimlik olsun. Sənətinizi sevin, sevdiyiniz sənətin dalınca gedin, amma onun axırına çıxın, onun professionallığına qalxın və o professionallıqdan qazanma yollarını tapın. Amma o qara yolla yox, ağ yolla, mərdanə olan yolla, onda daha çox qazanarsınız və həmişə halınız açıq olar.